Salam, xoş gördük. Biz indi 2023-cü ildə ikinci qrupların ikinci şans, yəni ikinci cəhd imtahanına düşən riyaziyyat suallarının izahına baxarıq. Sağ tərəfdə sualı görürük, izahını sol tərəfdə verəcəm. Deməli, birinci sualımız kürənin mərkəzindən 10 sm məsafədə olan müstəvi ilə kəsilmişdir. Kürənin radiusu 14 olarsa kəsiyin sahəsini tap. Deməli, biz kürəni çəkək. Tutaq ki, bu kürəmizdir. Mərkəz götürürük burada. Mərkəzdən 10 sm məsafədə müstəvi ilə kəsilib. Biz bilirik ki, kürəni müstəvi ilə kəssək, içəridə dairə yaranacaq. Dairə. Təxminən həmin o müstəvinin içində qalan müstəvi ilə kəsdikdən sonra içəridə qalan dairəni bu cür göstərək. Mərkəzdən həmin müstəviyə qədər məsafə 10 sm-dir. Kürənin radiusu 14-dür. Kürənin radiusu da bildik ki, mərkəzdən çəkilməlidir. Bax, bu oldu kürənin radiusu 14. Bizdən alınan kəsiyin sahəsini soruşur. Yəni, baxın, bunun sahəsini bizdən soruşur. Həmin kəsik dairə olduğu üçün, bax, bu olacaq dairənin radiusu R. Biz burada Pifagor teoremi görürük. Burada 90 dərəcə yaranacaq. Pifagor teoreminə görə R-in kvadratı bərabərdir. 14-ün kvadratı çıxılsın 10-un kvadratı. 196-dan 100 çıxanda 96 edir. Və həmin dairənin kəsiyin sahəsi pi R kvadratdır. Bizdə R kvadrat 96 olduğu üçün doğru cavabımız 96 pi. Yəni, olacaq cavab A variantı. Sonra növbəti sual. Bankdan əvvəlcə məbləğin 40%-ni, sonra isə qalan məbləğin 40%-ni götürdülər. Bankda əvvəlki məbləğin neçə faizi qaldı? Deməli, əvvəlcə qəbul edək ki, bankda 100% məbləğ var idi. Yəni, 100 manatı götürə bilərik. Məbləğin 40%-i getdisə, deməli, yerdə qaldı 60%. 60% bu yerdə qalan məbləğdir. Daha sonra qalan məbləğin 40%, yəni qalan məbləğ 60 idi, bunun 40%-ni tapırıq. 60-ın da 40%, 60 vur 40 bölü 100, yəni olur 24. Əvvəl 60 var idi, qalmışdı yerdə. 24-ün də götürdülər, yerdə nə qədər qaldı? Yerdə qaldı 36. Bankda əvvəlki məbləğin neçə faizi qaldı? Doğru cavab 36. Bunları silək. Növbəti sualımız, deməli, 1 bölünsün n-1 faktorial, 1 bölünsün n-1 faktorial saxlayırıq. Sağ tərəfdə sualı gördüyümüz üçün mən də həmin misalın özünü yazmıram. Üstə gəl, 3 bölünsün, n faktorial özü n vurulsun, n-1 faktorialdır. Yəni, geriyə qalanların faktorialı. Mötərizədə vurulsun, n+1 faktorial bərabərdir 24-ə. Deməli, biz iki kəsiri mötərizənin içərisindəki kəsirləri toplamaq üçün onları ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəc ilə məlumdur ki, ikinci kəsirin məxrəci olacaq. N vurulsun, n-1 faktorial. Yəni, qısaca ilə n faktorialdır bu. Onda burada yaranacaq n, üstə gəl, 3, bu kəsirin surəti olacaq n+3 şəklində. Vurulsun, n+1 faktorial. n+1 faktorial nədir? Bəs, n+1 vurulsun, n+1-dən 1 çıxırıq. Hər dəfə 1 çıxdığımız üçün yerdə qalır n faktorial bərabərdir 24. Tutaq ki, kənarda yazıram. 5 faktorial nə idi? 5 vurulsun, 4, 3, 2, 1. Onun qalanları ilə 4 faktorialdır deyə n+1 faktorial olacaq. n+1-in özü vurulsun, geriyə qalan n dənə ədədin faktorialı. N faktorial yəni. Burada nə görürük biz? N vur n-1 faktorial ilə n faktorial idi. N faktoriallar ixtisar gedir. Surətdə qalır n+1 vurulsun n+3 bərabərdir 24. Bu da şifahi görünür ki, n3 imiş. Yəni, bunu vurub açmağa ehtiyac yoxdur. n3-dür. Çünki 4, 6-nın 24 olacaq. Növbəti 4-cü suala baxaq. 4-cü sual. Üçbucaqlı DABS piramidasında DA yan tili ABS oturacaq müstəvisinə perpendikulyardır. Deməli, çəkək həmin o üçbucağı. DA yan tili ABS oturacaq müstəvisinə perpendikulyardır. Bura qəbul eləyək ki, bura A-dır, bura B-dir, bura C-dir. Həmin o DA perpendikulyardır, bax budur. BAC 90 dərəcədir. BAC, yəni bu bucaq düz bucaqdır. Deməli, yerdəki üçbucaq düz bucaqlı üçbucaq imiş. AD bərabərdir AB-yə, o da bərabərdir AC-yə və D təpə nöqtəsindən BC düz xəttinə qədər məsafə 5 kökdə 6-dır.
BC-yə qədər məsafə deyirsə, biz BC-yə bir növ perpendikulyar çəkirik. Bu məsafəni bizə 5 kök altında 6 verib. Bizdən soruşur piramidanın hündürlüyünü tap. Bax, bu x-i bizdən soruşur. DA, AB-yə və AC-yə bərabər olduğu üçün biz bu katetlərə də x deyə bilərik. Onda məlumdur ki, katetlər bərabər olduğu üçün onda hipotenuz A kökdə 2, yəni x kökdə 2 olacaq. Bizə lazımdır ki, bura bir K nöqtəsi deyək tutaq ki, A nöqtəsi ilə K nöqtəsini birləşdiririk. Həmin bu AK düzbucaqlı üçbucağın hündürlüyü olacaq. Hündürlüyü olacaq. Yəni, bura fəzada bir düzbucaqlı üçbucaq yaranmış oldu. Həmin o AK nəyə bərabərdir? Biz bilirik ki, düzbucaqlı üçbucağın hipotenuzdan çəkilən hündürlüyü katetlər hasili bölünsün hipotenuz şəklində tapılır. Burada da alınır x böl kökdə 2. Yəni, biz tapdıq ki, AK x böl kökdə 2 imiş. Onda Pifagor teoremi belə olacaq. AD-nin kvadratı üstəgəl AK-nın kvadratı bərabərdir DK-nın kvadratı. AD bizdə x-in kvadratı. AK x böl kökdə 2 olduğu üçün kvadratı x kvadrat böl 2. DK da bizdə 5 kökdə 6'dır. Olur 5 kökdə 6'nın kvadratı. Bunu toplasaq olur 3x kvadrat böl 2 bərabərdir. 25 vur 6. Sağ tərəfin kvadratı belə olur. İxtisarlar aparsaq burada qalır 2. X kvadrat bərabərdir 100. X elədi 10. Doğru cavabımız 10 imiş D variantı. Növbəti sualımıza baxarıq. Deməli, ibtidai funksiya ilə bağlı sualdır. Fx bərabərdir 4x kub üstəgəl 2x. İbtidai funksiyası qrafiki A1 27 nöqtəsindən keçən ibtidai funksiyası üçün f-2 bərabər f-2-ni tapayıq. Ümumiyyətlə bu funksiyanın ibtidai funksiyasını tapsaq, fx bərabərdir, sabit qalır. X kubun ibtidai funksiyası x üstü 4 böl 4. Üstəgəl 2 vurulsun. X-in ibtidai funksiyası x kvadrat böl 2. Çünki bilirik qüvvətinə 1 gəlib özünə bölürük. Plus c. Biraz da sadələşdirsək, onda alınacaq x üstü 4 üstəgəl x kvadrat üstəgəl c. İndi 1,27 nöqtəsindən keçirdik. Yəni, x-imiz 1-dir. Olacaq 1 üstü 4, üstəgəl 1 üstü 2, üstəgəl c. Y-imiz də, yəni, böyük f-x-imiz də 27 olacaq. Buradan c-ni biz tapırıq 25. Deməli, bizim funksiyamız, ibtidai funksiyamız bu şəkildəymiş. X üstü 4, üstəgəl x kvadrat, üstəgəl 25. Bizdən f-2-ni soruşduğu üçün, x-ların yenə -2 yazsaq, -2 üstü 4, 16, -2-nin kvadratı 4, üstəgəl 25. 16 üstə 4, 20, 20 üstə 25, 45 doğru cavabdır Y variantı. Bu 5-ci sual idi. Keçdik 6-cı suala. Növbəti 6-cı sual. Həndəsi silsilədə bizə verib ki, B1 4-dür. B9 kvadrat, B9-un kvadratı çıxılsın B1-in kvadratı bölünsün B17 çıxılsın B1. Fərqli formada hər kəs yaza bilər. Yəqin ki, bunu biz surəti bir dəfə cəm kimi yaza bilərik. Yəni, B9 çıxılsın B1, B9 üstəgəl B1. Bölünsün, məxrəcdə də B17 çıxılsın B1. B9 minus B1. B9 özü B1 vur 2 üstü 8'dir deyə birinci mötərizədən B1 mötərizə xaricinə çıxarsaq, qalar 2 üstü 8 minus 1. İkinci mötərizədə də B1-i çıxarsaq mötərizə xaricinə, qalar 2 üstü 8 plus 1. Bölünsün, məxrəcdən də B1-i mötərizə xaricinə çıxarsaq, qalar 2 üstü 16 minus 1. İndi burada diqqətli olaq, B1-lər ixtisar gedir. 2 üstü 8 minus 1, 2 üstü 8 plus 1'ə vuranda elə 2 üstü 16 minus 1 eləyir. Yəni A minus B, A plus B əsasən. Bunlar da ixtisar getdi. Qaldı B1. B1'i də bizə vermişdir 4. Doğru cavabımız 4 olacaq. Növbəti. Növbəti 7-ci sual loqaritmik bərabərsizlikdir. Sağ tərəfdə sual görünür. Loqaritma 3'də 1 əsasdan. Əsaslar eyni olduğu üçün biz içərilərin bir-birinə vururduq burada. X plus 4 vurulsun X minus 4. Böyük bərabərdir. Loqaritma 3'də 1 əsasdan 20. 3'də 1 əsasdan 20.
Burada biz nə edirik? Baxırdıq əsaslara. Əsaslar eyni olduğu üçün, amma vahiddən kiçikdir deyə burada x plus 4, x minus 4 kiçik bərabər 20 alınacaq. Bir də əlavə şərt bu idi ki, loqaritmaların içəriləri müsbət olmalıdır. X plus 4 də müsbət olmalıdır, x minus 4 də ayrı-ayrı loqaritmaların. Birinci bərabərsinin həllində alarıq ki, biz x kvadrat kiçik bərabər 36. Yəni bunun həlli mənfi 6, 6 parçasıdır. Amma x mənfi 4-dən x mənfi 4-dən də böyük olmalıdır, 4-dən də böyük olmalıdır. Bax, bu üç şərti nəzərə alsaq, doğru cavabımız olacaq 4-dən 6-ya qədər. Tam həllərin cəmini soruşur. Buradakı tam həllər 5 üstəgəl 6 bərabərdir 11-dir. Sonra 8-ci sual. C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2 bölü 3 nisbətində bölürsə, deməli şəklimiz bu şəkildədir. A, bura C, bura B-dir. A nöqtəsindən başlayaraq 2 bölü 3 nisbətində bölür. Bura 2K-dır, burada 3K-dır. Bizdən AC bölünsün AB-ni soruşur. Bizdə AC 2K-dır, AB isə ümumilikdə 5K-dır. Doğru cavab 2 böl 5. Yəni o da 0,4 olur. 9-cu sualımız növbəti. Natural ədədlər üçün mn üstəgəl nm. Sual sağ tərəfdə görünür. Mn-in açılışı 10m üstəgəl n idi. Üstəgəl nm-in açılışı isə 10n üstəgəl m idi. Bölünsün. Yenə də 10m üstəgəl n çıxılsın 10n üstəgəl m bərabərdir 5-də 11. Surəti açsaq 11 dənə. Surəti açsaq burada alınacaq 11 dənə m üstəgəl 11 dənə n. 11-i mütərizə xaricinə çıxarsaq m plus n. Məxrəcdən isə alınacaq nə? 10m-dən m çıxanda qalır 9m minus 9n. 9-u mütərizə xaricinə çıxarsaq qalar m minus n bərabərdir 5-də 11. 11-ləri ixtisar aparsaq, çarpaz vursaq yekunda belə bir ifadə alarıq çarpazdan sonra. M-ləri bir tərəfə yıxsaq 4m, n-ləri bir tərəfə yıxsaq 14n. 2 kərə ixtisar aparsaq alınar 2m bərabərdir 7n. Bu şərti ödəyən söhbət rəqəmlərdən gedir 0-dan 9-a qədər. Bu şərti ödəyən rəqəmlər m7, n2 olanda mümkündür. Bizdən də mn ədədini soruşduğu üçün doğru cavabımız 72 olacaq. 72. Növbəti. Mərkəzi O nöqtəsində olan çevrədə AMB qövsünün dərəcə ölçüsü. Çəkək o şəkli. Şəkli çəkdik. Mərkəzdən keçib. AMB qövsünün dərəcə ölçüsü 46 dərəcədir bura. Bizdən ABC bucağının dərəcə ölçüsünü soruşur. Bax, bu x-i fərqli formada yenə işləyə bilərsiniz. Bizdə BC diametr olduğu üçün burada qalan BC qövsünün dərəcə ölçüsü olacaq 180 dərəcə. Biz 180-dən çıxarıq 46-nı yerdə qalar nə qədər? 134 dərəcə. Yəni bu qövs AC qövsü 134 dərəcə oldu. X da daxilə çəkilmiş bucaq olduğu üçün 134-ün yarısıdır. Bu da olur 67 dərəcə. 67 dərəcə. Sonra 11-ci sual. Y bərabərdir y üstü x plus 1 böl x funksiyasının qiymətlər çoxluğu. Qiymətlər çoxluğu bütün funksiyanın ala biləcəyi qiymətlərdir. Sadəcə burada biz nə görürük? X plus 1 böl x ifadəsini görürük. Bu ifadə ədədlə belə deyək, ədəd və özünün tərsinin cəmidir. Burada bizim şərtimiz var idi. Birinci şərt o idi ki, əgər x müsbətdirsə, onda bu ifadənin cavabı 2-dən böyük bərabərdir. Yox, əgər bu ifadə mənfidirsə, yəni x mənfidirsə, onda cavabımız mənfi 2-dən kiçik bərabərdir. Ümumiləşdirsək, bunları birləşdirsək, doğru cavabımız mənfi sonsuzluqdan mənfi 2-yə, birləşmə 2-dən müsbət sonsuzluğa qədərdir. Amma burada y-nin qüvvətindədir bu ifadə. Onda biz yazarıq ki, bu qiymətlər üslü funksiyadır. Üslü funksiyadır. Üslü funksiyanın qiymətlər çoxluğu, yəni y-imiz 0-dan başlayırdı qiymətlər almağa, 0 ala bilmirdi.
y üstü, burada görürük ki x plus 1 bölü x-in ən kiçik, ən böyük mənfi tam qiyməti mənfi 2-dir. Birləşmə y üstü 2-dən müsbət sonsuzluğa. Yəni bu ifadə x plus 1 bölü x özü bu qiymətləri ala bilərdi. Sadəcə y-nin üstündə olduğu üçün 0-dan y üstü mənfi 2-yə və y üstü 2-dən müsbət sonsuzluğa. A variantı doğru cavabdır. Mənfi sonsuzluqdan deyil, ha, bu 0-dan başlayır. Evet, üstü funksiyadır ona görə. Sonra nə gəldi? 2 sinus x üstə gəl kosinus x bərabərdir kök altında 5 loqaritma 2 əsasdan a. Tənliyinin həlli var. A-nın hansı qiymətlərində bu tənliyin həlli var? Biz bərabərliyin sol tərəfinə diqqətlə baxsaq, bu a sinus x üstə gəl b kosinus x şəklində olan bir funksiyadır, ifadədir. Bunun da qiymətlər çoxluğu kök altında a kvadrat plus b kvadrat mənfi kök altında a kvadrat plus b kvadratdan müsbət kök altında a kvadrat plus b kvadrata qədər idi. Yəni 2-nin kvadratı üstə gəl 1-in kvadratı kök altında bu olur kök altında 5. Bu ifadə bərabərliyin sol tərəfi mənfi kök altında 5-dən müsbət kök altında 5-ə qədər qiymətlər ala bilər. Onda biz bunu belə yaza bilərik. Kök altında 5 loqaritma 2 əsasdan a kiçik bərabər. Yəni bax bu ifadəmiz mənfi kökdə 5-dən müsbət kökdə 5-ə qədər qiymətlər ala bilər. Hər tərəfin kök altında 5-ə bölürsək, mənfi 1 kiçik bərabərdir loqaritma 2 əsasdan a kiçik bərabərdir 1. Tutaq ki, sağ tərəfə diqqətlə baxsaq, nə olacaq? A kiçik bərabər 2 üstü 1. Burada isə A böyük bərabər 2 üstü mənfi 1. Cavab 2-də 1-dən 2-yə qədər B variantındadır bu. Sonra 14-cü sual. Tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həllin şərti necə idi? X-ların əmsalları nisbəti bərabərdir y-lərin əmsalları nisbəti. O da bərabərdir sərbəst ədlərin, belə deyək də, tək qalan ədlərin nisbətinə. Sonsuz sayda həllin şərti buydu. Biz ilk iki ifadədən çarpaz vurma işini yerinə yetirsək, yəni burada 4-dən 36-nı çarparsa 9, mənfi 27 alınar. Həmçinin də 4-də 3 bərabərdir. 9 böl B bərabərliyindən də B bərabərdir. Burada ixtisar aparsaq 3, 12 alınar. A-mız da var, B-miz də var. Bizdən bunların cəmini soruşur. Doğru cavab mənfi 27 plus 12, yəni mənfi 15. Üzürlü sayın. 15-ci sual düzbucaqlı ilə bağlı bir sualdır. Düzbucaqlını çəkək. Bir dəqiqə. Diagonallar çəkilib. Bura bir perpendikulyar indirilib. Bura yazılıb 60 dərəcə. Nə verib? OE 4-dür. Bu parçanı bizə 4 verib. Bizdən AC-ni soruşur. Yəni düzbucaqlının diagonalını soruşur bizdən. Yaxşı. Biz bilirik ki, düzbucaqlının diagonalları bərabərdir və kəsişmə nöqtəsində yarıya bölünür. Onda bu parçaların hamısı bir-birinə bərabərdir. Gördüyümüz bax bu üçbucaq, yəni orada adlandırsaq, OCD üçbucağı bərabər yanlı üçbucaqdır. Onda biz D bucağına da 60 dərəcə yaza bilərik. Belə çıxır ki, bunun təpə bucağı da elə 60 dərəcəymiş. Yəni bu içəridəki üçbucaq bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqdırsa, bunların bütün parçaları bərabər olacaq da belə çıxır ki, necə yanaşacaq buna? Fərqli formada işləyə bilərsə bunu. Əgər sağdakı üçbucaq bərabər tərəflidirsə, soldakı üçbucaq da bərabər tərəfli üçbucaqdır. Yəni bu parça da, yəni bura bir A desək, bu da A-dır, bu da A-dır. Düzbucağının qarşı tərəfləri bərabər olduğu üçün bura da A-dır, elə burada A-dır. Onda nə gördük? Bu həmin ABO üçbucağı da bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqda oturacağa çəkilən hündürlük həm də median idi. Onda bu EO parçası 4-dürsə, AE parçası da 4-dür. Bura olur 8, digər tərəfdə olur 8. Onda ümumilikdə AC bərabər 16 olur. Yəni diagonalın yarısı 8 isə digər yarısı 8-dir. Ümumilikdə 16 olacaq C variantı. Sonra limitlə bağlı bir sualdır. Limit
X yaxınlaşır -2-də 3-ə. Biz adətən x-in yerinə həmin qiyməti yazırdıq, hesablayırdıq limitdə. Amma burada biz məxrəcə -2-də 3 yazsaq, məxrəc 0 olacaq. Onda biz sadələşdirmə işinə müraciət edərik. Kəsirin surətini biz 2x minus 3, 2x plus 3 şəklində yazarıq. Məxrəci 2x plus 3 olduğu kimi saxlayarıq. İxtisar gedər, alınar limit x yaxınlaşır -2-də 3-ə, 2x minus 3 bərabərdir. X-in yerinə -2-də 3 yazsaq, alınar 2 vurulsun -2-də 3 minus 3. Bunu hesablasaq, alınar -4-də 3. Daha doğrusu üzr istəyirəm, səhv oldu. -3 minus 3, yəni -6-dır doğru cavab. 17-ci sual. Əbob. K kub minus 27. Biz 27'nin 3'ün kubu kimi yazsaq, A kub minus B kub yaranır burada. Onun da vuruqları belə olur. A minus B, yəni K kub çıxılsın 3. Sonra vurulsun. K'nın kvadratı üstə gəl 3K. Bir dəqiqə düzəliş eləyək. K minus 3 vurulsun. K'nın kvadratı plus 3K plus 9 nöqtəli vergül. Növbəti ədədimiz K'nın kvadratı plus 3K plus 9'dur. Bərabərdir AK minus 16. Burada biraz diqqətli olaq, maraqlı sualdır bu. Əbob nədir? Əbob ortaq vuruqların hasildir. Biz burada ortaq görürük ki, elə K kvadrat plus 3K plus 9'dur. Deməli bu ifadənin əbobu K'nın kvadratı plus 3K plus 9 imiş. Bərabərdir AK minus 16. Belə bir tənlik alındı. Hamısını sol tərəfə yığıb K'nın mötərizə xaricinə çıxardıram. Alınır 3 minus A. Üstə gəl 25 bərabər 0. Yəni -16'nı sola atanda 9 üstə 16 25 eləyir. Kvadrat tənliyi yarandı. Kvadrat tənliyin nə vaxt yeganə həlli var? Bunun diskriminantı 0 olsun. Diskriminant da ki belə tapılır. B'nin kvadratı. Bizdə B 3 minus A'dır. Çıxılsın 4AC. A da burada 1'dir. Bərabərdir 0'a. Mötərizəni açsaq və yaxud mötərizəni açmayaq. 3 minus A-nın kvadratı bərabərdir 100. Bir dəfə alınır 3 minus A bərabərdir 10. A elədi -7. Bir dəfə də 3 minus A bərabər -10. A elədi 13. 2 dənə qiymət tapdıq. 2 dənə qiymət tapdıq. Bizdən nə deyir? Soruşur ki, A-nın müsbət qiymətində. Müsbət qiymətdə isə A 13'dür. Onda bu ifadədə biz yerinə yazsaq nə alınır? K'nın kvadratı üstə gəl 3K plus 9 bərabərdir. A'nın yerinə 13 yazanda 13K minus 16. Bir tərəfə yenidən yığsaq alınacaq K'nın kvadratı minus 10K plus 25 bərabərdir 0. Bu da hazır. K çıxılsın 5'in kvadratıdır. Deməli K bizdə 5 imiş. K'nı da tapdıq, A'nı da tapdıq. Bizdən soruşur əkob. A minus K, yəni 13 minus 5, 8. Bir də A plus K, 13 plus 5, 18. Bunun da əkobu 72'yə bərabərdir. Növbəti. 30 dərəcəli ikiyüzlü bucağın bir üzü üzərində yerləşən A nöqtəsi. İkiyüzlü bucağı belə çəkək, tutaq ki, bu şəkildə çəkək. Bu ikiyüzlü bucağımız olsun. Bunların hər biri üzləri. Tutaq ki, bu bir üzdür, bu da digər üzdür. 30 dərəcəlidir deyir. Bir üzü üzərində götürülmüş A nöqtəsi onun tilindən 5 cm məsafədədir. Til buradır. Tildən 5 cm məsafədədir. A nöqtəsindən digər üzə qədər məsafəni bizdən soruşur. Bax bu x-i soruşur. Perpendikulyar indiririk. Cavab məlumdur burada. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Doğru cavab 2,5. 18'də C variantı. 19. Bunu da burada yazaq. Y bərabərdir 7-ci dərəcədən x minus 2. Bunun təyin oblasını soruşur. Təyin oblası x-in aldığı qiymətlərdir. Baxırıq ki, kökün dərəcəsi tək qüvvətdir. Biz də bilirik ki, tək qüvvətdə kökün altında müsbət ifadə də ola bilər, mənfi ifadə də ola bilər. Yəni buradakı x istədiyi qiyməti ala bilər. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər. Təyin oblasti mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Növbəti 20. Vektorlar arasındakı bucağı 120 verib. A-nı 1, B-ni 4, 3A minus 2B-nin modulunu soruşur. Modulda 3A çıxılsın 2B. Bunu necə yaza bilərik biz yoldaşlar? Biz bir qayda bilirik ki, tutaq ki, buradan yazıram.
Kökün altında A-nın kvadratında kvadratla kök gedirdi. Cüt qüvvətdə biz bildirik modul çıxır. Bu modul çıxırsa, deməli bu ifadəni biz bu modulu kökün altında 3A çıxılsın 2B-nin kvadratı şəklində yaza bilərik. Yəni kvadratla kök girib yenidən modul alınar. İndi kökü saxlayıb mötərizəni açaq. A minus B-nin kvadratı da bir növ olacaq birincinin kvadratı, üstə gəl ikincinin kvadratı, çıxılsın bunların hasilinin 2 misli. 6AB-ni 2-yə vuranda olur 12AB, burada vektorlu var, 12AB bərabərdir. Bərabərdir, burada nə görürük? 9 vurulsun. A-nın kvadratı, A vektorunun kvadratı ilə uzunluğun kvadratına bərabərdir. 1-dir. 4 vurulsun. B-nin kvadratı ilə orada 4 verib, 4-ün kvadratı yazarıq. Çıxılsın 12 vurulsun. Bax, burada AB var. A vurulsun B, bu skalyar hasildir. Skalyar hasilin tapılma qaydası bu cür idi. Birincinin uzunluğu vurulsun ikincinin uzunluğu vurulsun onlar arasındakı bucağın kosinusu. Burada 4 4-ün 16, 64, 64 üstə 9 gəlsək bu olur 73, çıxılsın 12 vurulsun, A-nın uzunluğu 1-dir, B-nin uzunluğu 4-dür, vurulsun kosinus 120. Çünki alfanı bizə 120 verib. Kosinus 120, kosinus 120 dərəcə aşağıdan lap yazaq. Kosinus 120 dərəcə bərabərdir. Bunu 90 plus 30 kimi yazsaq, ikinci rüb bucağıdır, mənfidir. 90-da ad dəyişir olur sinus 30, yəni mənfi 2-də 1. Sadələşdirək. Burada ixtisar gedir 2 qalır. 24 mənfi mənfi müsbət olur. 73 üstə 24 97 eləyəcək. Doğru cavab D variantı. %21-ci sual sadə bir sualdır. Kök altında 4 üstə gəl 21 üstə gəl 13 üstə gəl kök altında 9 bərabərdir 4 üstə gəl. Deməli bunu yerindəcə hesablayaq. 9-dan kök 3 çıxır. 13 üstə 3 16 eləyir. Bundan da çıxır 4. 21 üstə 4 gələndə 25 eləyir. Bu kök altında 25-dən də 5 çıxır. Alınır 4 plus 5. Bu da kök altında 9'dur. Doğru cavabımız 3 D variantı. Növbəti 22-ci sualda teoremə sualdır. Funksiyanı verib bizə fx bərabərdir. X kvadrat çıxılsın x bölünsün kök altında x. Bunun teoreməsini necə taparıq? Biz əvvəlcə bunu fərqli formada tapmaq olar. Kəsinin teoreməsi kimi. Amma biz belə yazaq da qüvvətin teoreməsinə gətirəcəyik bunu. X kvadrat minus x-i saxlayıram. Məxrəcdəki kök altında x üstü 2-də 1-dir. Bunu ayrı-ayrı kəsirlərdə yazsaq, x kvadratı x üstü 2-də 1-ə bölsək, qüvvətlər çıxılır. 2-dən 2-də 1 çıxanda 2-də 3 olur. Çıxılsın. Burada x-in qüvvətində 1 var. X üstü 1-i x üstü 2-də 1-ə böləndə x üstü 2-də 1 olur. İndi qaldı bunun teoreməsini tapmaq. Teoremə bərabərdir. X üstü n-in teoreməsində n gəlirdi qarşıya, özü 1-dən azalırdı. 2-də 1 olur. Burada da 2-də 1 gəlir qarşıya, özü 1-dən azalır. Olur mənfi 2-də 1. Biraz da sadələşdirsək, bu 2-də 3 vurulsun kök altında x deməkdir. Bu isə 1 bölünsün 2 kök altında x deməkdir. Və bizdən nə soruşurdu? Bizə dedi ki, f'9'u tap. f', yəni teoremə 9 bərabərdir. Teoremənin 9'dakı qiyməti. 2'də 3 vurulsun kök altında 9. Çıxılsın 1 bölünsün 2 kök altında 9. 9'dan kök 3 çıxır. 3 üçün olur 2'də 9. Çıxılsın 9'dan kök 3 çıxır. Bu da olur 6'da 1. 6'da 27'dən 1 26. 2 ixtisar aparsaq 3'də 13. Bu da verir bizə 4 tam 3'də 1. 4 tam 3'də 1. Doğru cavabımız 4 tam 3'də 1 oldu. Sonra 23-cü sual. 23-cü sualda verib ki, sinus alfa çıxılsın sinus beta bərabərdir kök altında 2. Kosinus alfa üstə kosinus beta bərabərdir 1. Və bizdən kosinus alfa plus betanı soruşur. İlk baxışdan sadə görünür ki, biz bunları toplaya bilərik alt-alta, nə bilim çıxa bilərik, vura bilərik, nəsə verə bilər, amma ki bir şey əldə etmək olmayacaq. Bunu biz hər ikisinin kvadrata yüksəldək. Yəni birinci ifadənin də hər tərəfin kvadrata yüksəldək, ikinci ifadənin də hər tərəfin kvadrata yüksəldək. Onda birinci ifadənin açılışı belə olacaq, kvadratın açılışı. Birincinin kvadratı, üstə gəl ikincinin kvadratı,
çıxılsın hasillərinin 2 misli. 2 sinus alfa sinus beta bərabər 2-yə. İkincinin açılışı birincinin kvadratı üstəgəl ikincinin kvadratı üstəgəl hasillərinin 2 misli. İndi bunları alt-alta toplasaq, sinus kvadratla kosinus kvadratın cəmi 1-dir. Sinus kvadratla kosinus kvadratın cəmi yenə də 1-dir. Bunların ikisini toplayanda isə mən orada 2-ni mötərizə xaricinə çıxaracağam. Yerdə belə bir ifadə alınır. Kosinus alfa, kosinus beta çıxılsın sinus alfa, sinus beta bərabərdir 3. 1 üstə 1, 2 oldu. 2 üstə gəl, 2 vurulsun. Bu mötərizənin içərisi hazır kosinus alfa plus beta deməkdir. Onda buradan biz kosinus alfa plus beta'nı tapa bilərik. 3-dən 2-ni çıxıb 2-yə bölərik. Doğru cavab 0,5. Doğru cavabımız 0,5. Sual idi. Sonra 25. Bir dəqiqə. 25'də qaldı. 3 plus i bölünsün 3 minus i. Kompleks ədədinin modulunu tapın. Kompleks ədədinin modulunu tapın. Bu hər hansı bir kompleks ədəddir. Əgər kompleks ədəd 2 kompleks ədədin nisbəti şəklindədirsə, onda bunun modulunu tapmaq üçün elə ayrı-ayrı modul tapıb nisbətini tapa bilərik. Onda nə olacaq? Kökün altında kompleks ədədin modulunu tapanda həqiqi hissənin kvadratı üstə gəl, xəyali hissənin kvadratı bölünsün. Kök altında 3-ün kvadratı üstə gəl, mənfi 1-in kvadratı. Bu da elə bizə 1 verir də, 1 verir. Sonra 26-cı sual. A modulda. A üstə gəl B çıxılsın 13. Üstə gəl. Modulda B üstə gəl C çıxılsın 14. Üstə gəl A plus C minus 15. Kiçik bərabərdir 0. Biz burada nə görürük? Nə görürük? 3 modulun cəmi 0-dan kiçik bərabər. Biz bilirik ki, modul həmişə müsbətdir. Onların cəmi 0 ola bilər, amma 0-dan kiçik ola bilməz. O vaxt bu hal mümkündür ki, hər bir modulun içərisi 0-a bərabər olsun. B plus C minus 14 bərabərdir 0. A üstə gəl C minus 15 bərabərdir 0. Onda biz birincidən A plus B-ni 13, B plus C-ni 14, A plus C-ni də 15 taparıq. Alt-alta bunları toplasaq, alınar 2 dənə A, 2 dənə B, 2 dənə C. Yəni 2 vurulsun A plus B plus C bərabərdir. 13 üstə 14 27, 27 üstə 15, 42. A plus B plus C-ni də 21 tapmış olarıq. Nə soruşur? Üçbucağın perimetrini tap. Elə üçbucağın perimetri 3 tərəfin cəmidir. Doğru cavab 21. Bir dəqiqə burada bir sual desən qaldıq. 24 yazmadıq. 24-cü sual, 24. 24-cü sualımızda nə var? Mərkəzi ABC üçbucağının mərkəzi üzərində olan çevrə digər tərəflərə toxunur. Mərkəzi ABC üçbucağının mərkəzi üzərində olan çevrə digər tərəflərə toxunur. Üçbucağın sahəsi budur, radiusu budur. AB plus BC-ni tap. Deməli, ABC üçbucağının AC tərəf mərkəzi üzərində, AC tərəfinin üzərindədir. Belə çıxırdı onda. Şəklimiz belə olar. Əvvəl çevrəni çəkirik. Bu bizim çevrə. Baxın, şəkil. Bu şəkildədir. Toxunur. Deyək ki, bura toxunur. Və qəbul edək ki, bura toxunma nöqtəsidir. Aha, bura A-dır, bura B-dir, bura C-dir. Digər tərəflərə toxundu. Üçbucağın sahəsini bizə verib 32, çevrənin radiusunu verib 4. AB plus BC-ni soruşur. AB, bax bu tərəfdir. Buna misal üçün bir A deyək, BC tərəfinə də bir B deyək. Mərkəz bax buradadır. Mərkəz bir tərəfin üzərindədir.
İndi burada necə yanaşa bilərik bu suala? Buradan radiuslar çəksək, biz bilirik ki, radius toxunana perpendikulyardır. Burada 90 dərəcə yaranır. Eyni ilə buradan da radius çəksək, burada 90 dərəcədir. Və bir də B nöqtəsi ilə O nöqtəsi, yəni çevrənin mərkəzini gəlin birləşdirək. Burada bir O deyək, mərkəzi birləşdirək. Burada 2 dənə üçbucaq yarandı. Ümumi üçbucağımızın sahəsi üçbucaq ABO-nun sahəsi ilə üçbucaq BOC-nin sahələri cəminə bərabərdir. Ümumi sahəni bizə 32 verib. ABO-nun sahəsi 2-də 1 AH ilə tapılır. Bax, bu sahə 2-də 1 AH-dır. Yəni radiusu da bunlar radiusu da hər biri 4-4-dür. Olacaq 2-də 1. A bizdə tərəfdir 4. Vurulsun radiusu da 4. Üstə gəl. BOC-nin sahəsi yəni 2-də 1 AH-dır. Tərəfimiz B-dir. Tərəfə çəkilən hündürlük burada 4-dür. Hər tərəfidən 4-ü ixtisar aparsaq, nə alınır? 8 bərabərdir. 2-də 1 vurulsun A plus B. Onda buradan A plus B-ni biz 16 tapmış olarıq. Doğru cavabımız 16. Sonra bərabərsizlik. Birinci bərabərsizliyə uyğunluğa baxaq. Alınıb x minus 2-nin modulu kiçikdir 4. Bu bərabərsizliyi həll etmək üçün biz yazırıq ki, x minus 2 kiçikdir 4, böyükdür mənfi 4-dür. Hər tərəfin üzərinə 2 əlavə etsək, alınar 6 və mənfi 2. Bu bərabərsizliyi biz aldıq. Variantlarda nə var? Ən kiçik tam həlli mənfi 5-dir. Xeyr, 3 natural həlli var. Xeyr, burada 5 natural həll var. Ən böyük tam həlli 6-dır. Xeyr, 4 natural həll var. Xeyr, ən kiçik tam həlli mənfi 1-dir. Bəli, burada ən kiçik tam həll mənfi 1-dir. Yəni 1-ə hələ ki, Y variantı uyğun gəldi. İkinci bərabərsizlik 1 tam 3-də 2 kiçikdir. Modulda x kiçikdir 5 tam 10-da 5. Bu həm 2 qatdır görürük, həm də modul bərabərsizliyi var. Bunu bu cür yazarıq. 1 tam 3-də 2 kiçikdir, x kiçikdir 5 tam 10-da 5. Bir dəfə də bunların əksini nəzərə alarıq. Əksini yazanda yerlərini dəyişərik. Kiçikdir mənfi 1 tam 3-də 2. Bax, bu 2 bərabərsizlik olacaq bizim cavabımız. Burada nə var? Ən kiçik tam həll mənfi 5-dir. Bəli, ikinci bərabərsizlikdə görürük ki, buradakı ən kiçik tam həll mənfi 5-dir. Yəni 2-yə A uyğun gəlir. Sonra 3 natural həll var. Birinci bərabərsizliyə baxsaq, buradakı natural həllər 2-dir, 3-dür, 4-dür, 5-dir. Xeyr, burada 4 natural həll var. Buna D variantı uyğun gəlir. Bitdi də daha başqa variant uyğun gəlməyəcək. Keçdik 3-cü suala. Bu da maraqlıdır. 2 bölünsün 7, kiçikdir 2 bölünsün x, kiçikdir 2-də 1. Bunların biz surətlərini eyniləşdirə bilərik. Alınar 7-də 2, kiçikdir x-də 2, kiçikdir 4-də 2. Surətləri ilə olan kəsirləri biz müqayisəsini bilirdik. Onda bu x hansı şərt ödəyəcək? 4 ilə 7-nin arasında yerləşəcək. Doğru cavabımız burada ən böyük tam həll 6-dır. 3-ə də C variantı uyğun gələcək. Diqqətiniz üçün sağ olun.